Və ən vacib bir məsələ, hicab məsələsi ki, bu baxırıq ki, biz lap körpə uşaqlara da hicab bağlayırlar, bağlatdırırlar. Ümumiyyətlə bu hicab qızlara hansı yaşdan sonra vacib buyurulub? Hicabla bağlı Quranda hansı ayələr var? Bəli. Hicabla bağlı İslam dini qaydası hökmü budur ki, sözü ki, Uca Allah Qurani-Kərimdə qadınlara əmr eləyir. Allah Təala peyğəmbərimizə sallallahu əleyhi və səlləm buyurur ki, ey peyğəmbər, öz həyat qadın zövcələri və həyat yoldaşları var, qızları var və möminlərin qadınlarına de ki, şallarını, yaxalarını açsınlar. O vaxt yəni şal taxırdılar. Bizdə də ola bilər. Şal taxır, amma sinələri açıq idi. Yəni sinə açıq olurdu. Altına bildirir ki, şalları yaxalarına örtsünlər. Yəni tək başı bağlayıb sinə açıb bəli, açsınlar, yəni sinə də örtülsün. Bəziləri deyir ki, burada sinəni örtdük, başı örtdüyümür xeyr, şallı deyir. Şal başda taxılandı. Başda olanı sinəsini örtsünlər ki, yəni sinə də görünməsin. Bu ayədə və digər yenə ayələr var. Lakin qaldı ki, nə vaxt uşağı siz deyirsiniz? Şəriətdə elə əksər əhkamlar qız uşağı olsun, oğlan uşağı olsun, həddi buluğa çatandan sonra onlara aiddir, onlara vacib olur, etməsələr günah qazanırlar, namaz, oruç tutma və s. Amma hicab məsələsində isə, xüsusən də qız uşağı, qızlar deyək ki, həddi buluğa 12-13 yaşında çatırlar. Xüsusən də qız uşaqları hicabı 12-13 yaşında həddi buluğu gözləməli deyil. Əgər qadınlıq forması alıbsa bədəni, ola bilsin 10 yaşı olar, ola bilsin 11 yaş olar, hicab taxması vacibdir uşaqlara. Hicab taxması Vacibdir. bəli, vacibdir. Əgər uşağı həddi buluğa çatmasa belə, onun forması, bədəni, qadınlıq formasını alıbsa, uşaqlıqdan artıq Bu çıxıbsa, vacibliyi Quran da Quran bildirir. Bəli, açıq-aydın dediyim ayədir. Quranda digər ayələr də vardır. Amma təəssüflər olsun ki, indi yeri gəlmişkən onu da deyim ki, bizim ölkəmizdə indi bəzi məktəb direktorları qanunsuz şəkildə uşaqları məktəbə getməyə qadağan eləyirlər. Bəziləri sözsüz ki, deyirlər ki, hicablı gəlməyin. Halbuki hicabı bizim dinimiz əmr eləyir. Düzdür, uşağa dediyim kimi 7 yaş, 8 yaş, 5 yaş, 9 yaşda dediyim kimi forma almayıbsa bədəni, ona hicab vacib deyil. Bəli. Vacib deyil, valideyn özü bilər, uşaq özü bilər, istəyər geyinər, istəyər geyinməz. Amma ki, əgər geyinibsə, 10 yaş, 11 yaşı var, 12 yaşı var, bu geyinibsə əgər, onu qadağan eləmək olmaz. Bu nə qanunda yoxdur, qeyri-müsəlman ölkələrin özündə belə hicaba qadağa yoxdur. İstər həm vəsiqə çəkdirəndə, Allah şükür, təzəlicə eşitdim ki, deyəsən bizdə sürücülük vəsiqəsinə artıq hicabla icazə verilib, çox gözəl addımdır bu da. Qaldı ki, məktəblilərin qadağan eləməsi, bu doğru deyil. Hətta bəziləri deyir ki, hicab geriliyə səbəb olur. Baxsaq, Zaur bəy, dünyanın 859-cu ilində miladi tarixinə ilk dünyanın bu günə gəlib çatan universitetini tikən Fəs şəhərində, indiki Mərakeş ölkəsində qadın olmuş Fatimə Əl-Fehriyyədir. O da hicablı xanımdır. Dünyanın bu günə gəlib çatan ilk universitetini tikən, hətta ilk kitabxanasını tikən belə hicablı bu qadındır. məsələ ilə bağlı icazə verin bir əlavə eləyim. Əgər vahid məktəbli forması varsa, bunu bir söz deyə bilmərəm. Amma ümumilikdə hicab qadağasına bu gülməli görsənir. Niyə? Çünki onda gəlin biz bir geyim forması müəyyənləşdirək. O zaman üzr istəyirəm tamaşaçılarımızdan da o sanki əynində heç nə olmayanlar ki var ha, yəni açıqsa, onda onlara da qadağa qoyaq ki, sən belə geyinmə. Əgər qadağa varsa. Ona görə bu hicab qadağası mənə belə gəlir ki, yəni məntiqə sığmayan bir şeydir. Əgər hicab qadağası varsa, onda açıq geyinmək qadağası. Bəli, gözəl Yəni birbaşa geyim qadağası olmalıdır. Bu hicab məsələsi isə bir daha dediyim kimi mənəviyyat məsələsidir, vicdan məsələsidir. Ona görə də biz kiməsə deyə bilmərik, yaxı sən niyə hicab bağlamısan? Onda adama deyirlər sən də get onda zəhmət olmasa əynini bir düzəməlli geyin, gələrsən. Yəni bu hicab qadağasına çox doğru toxunursunuz. Mənə belə gəlir ki, elə bir qadağalar varsa da aradan qalxmalıdır. İnsanlara azad şəraitdə imkan vermək lazımdır ki, o özü rahat şəkildə icra eləsin. Mən tərəfdarı deyiləm ki, onu məcbur edəsən və yaxud da məcbur onu açdırasan. İnsanların bir əqidəsi var, bir inamı var ki, sən ona əqidəsinə qarşı gəlməyin artıq onun hüquqlarını pozmağın deməkdir. Bəli, çox doğru buyurursunuz. Əslində dediyiniz kimi, əslində qısa geyinməyin özü elmə, təhsilə əks çıxır. Bu aydın məsələdir, açıqlama ehtiyac yoxdur. Bəli. Yəni biz əgər buna qadağa qoyuruqsa, ona da qoymalıyıq. Bəli, yəni o elmə əks çıxan odur. Qaldı ki, hicabı vahid forma olarsa, uniform olarsa, yenə də həqiqətən də hicab əks çıxmır, problem yaratmır, daha da gözəlləşdir o geyimi. Yenə də ki, formasını geyinsin, sadəcə olaraq uzun yubka geyinir, hicabı olur başında, bu yenə də formaya əks çıxmır ki, qeyri-müsəlman ölkələr buna qadağan etməyibsə, bizim ölkədə bəzi məktəb direktorları necə qadağan edə bilər ki, bu həqiqətən səhv bir əməldir. Bəzən olur ki, bizdə bilirsiniz o elə adamlar olur ki, özü özündən qərarlar verməyə çalışır, özü özündən. Və dediyiniz kimi o deyir ki, gerilikçidir. Geyimlə gerilikçi olmaq olmur. Geyim onu özündə əks elətdirmir.
biz baxsaq dünya tarixinə, eləcə indi də o qədər hicablı xanımlar var ki, dünya idarə etməsində də iştirak eləyirlər. Bu o deməkdir ki, onlar gerilikçidir və savadsızdır. Bəli. Ona qalsa mən yenə də deyirəm, insanların əqidələrinə toxunmaq olmaz və geyimə qalsa geyimə, mən həmişə bunu bildirirəm ki, biz məsələn oxuyuruq da klassiklərimizi. Biz özümüz indi geyimi dəyişib qalstuk taxmışıq, amma hələ düşüncəni dəyişə bilməmişik. Dünyaya baxışımızı dəyişə bilməmişik. Sən necə geyimlə müəyyənləşdirirsən? Sən orada qalstukda, kostyumda oturub müəyyənləşdirirsən ki, hicab taxan gerilikçidir. Belə şey olur. Gerilikçi elə sən özünsən də. Sadəcə üstün başın dəyişib, amma baş dəyişməyib ki, onunla müəyyənləşdirirsən.